Qoç. Səhərin ilk işıqları ilə birlikdə daxili dünyanızda böyük bir oyanış hiss edəcəksiniz. Marsın enerjisi damarlarınızda axdıqca qarşınıza çıxan hər bir maneəni asanlıqla dəf etmək iqtidarında olacaqsınız. Bugün şəxsi ambisiyalarınızı kənara qoyub, ətrafınızdakı insanlara ilham verməyi sınaqdan keçirin. İş mühitindəki liderlik bacarığınız rəhbərliyin diqqətindən qaçmayacaq və perspektivli təkliflər qapınızı döyəcək. Maliyyə məsələlərində impulsiv qərarlar verməkdən çəkinməli, hər addımınızı öncədən planlaşdırmalısınız. Köhnə bir dostun gözlənilməz zəngi sizə uşaqlıq illərinin saflığını və unudulmuş xəyallarınızı xatırladacaq. Yaradıcılıq potensialınız pik həddə çatdığı üçün yeni bir hobbiyə başlamaq üçün ideal zamandır. Axşam saatlarında qapalı məkanlarda qalmaq əvəzinə təbiətin qoynunda gəzintiyə çıxaraq ruhunuzu sakitləşdirin. Sevdiyiniz insanla aranızda yaranan kiçik anlaşılmazlıqları səmimi bir söhbətlə dərhal həll etməyə çalışın. Özünüzə olan inamınız ətrafdakıların sizə olan rəğbətini daha da artıracaqdır. Sağlamlığınıza diqqət yetirmək üçün yuxu rejiminizi nizama salmağı unutmamalısınız. Həyatın ritmini tutmaq üçün tələsmədən anın dadını çıxarmağı öyrənin. Maddi qazanclarınızın artması üçün innovativ metodlara üz tutmağınız məsləhət görülür. Hər bir çətinlik əslində sizin üçün gizli bir dərs və təcrübə mənbəyidir. Gələcək planlarınızı kağıza tökmək fikirlərinizin daha da aydınlaşmasına kömək edəcək. Daxili səsinizə qulaq asın, çünki o sizə ən doğru yolu göstərəcək. Enerjinizi boşa xərcləməyən insanlarla ünsiyyətdə olmağa üstünlük verin. Bugün kimsəyə sübut etməli olduğunuz yeganə şey öz gücünüz və iradənizdir. Qətiyyətli addımlarınız sizi arzuladığınız zirvəyə bir addım da yaxınlaşdıracaq. Hər bir uğur kiçik bir addımla başlayır və siz o addımı bugün atırsınız. Buğa. Bugün sabitlik və hüzur axtarışınızın nəticəsini nəhayət ki əldə edəcəksiniz. Maddi dəyərlərə olan bağlılığınız sizi daha təhlükəsiz bir gələcək qurmağa sövq edəcək. İş yerində nümayiş etdirdiyiniz stabillik və dözümlülük həmkarlarınız arasında böyük nüfuz qazanmanıza səbəb olur. Hisslərinizi ifadə edərkən daha açıq və dürüst olmağınız münasibətlərinizdəki buzları əridəcək. Evinizdə etmək istədiyiniz kiçik dəyişikliklər yaşam sahənizə yeni bir nəfəs gətirəcəkdir. Pəhrizinizə diqqət yetirmək və təbii qidalara üstünlük vermək enerjinizi bərpa etməyə kömək edəcək. Uzun müddətdir təxirə saldığınız hüquqi məsələləri bugün həll etmək üçün əlverişli şərait yaranacaq. Sənətə və estetikaya olan marağınız sizi bir sərgi və ya konsert salonuna apara bilər. Dostlarınızla keçirəcəyiniz vaxt sizə mənəvi rahatlıq və yeni baxış bucaqları qazandıracaq. Özünüzə olan hörmətiniz başqalarının sizə necə davranacağını müəyyən edən ən mühüm faktordur. Yarımçıq qalmış layihələri tamamlamaq üçün daxili bir təkan hiss edəcəksiniz. Qənaətçil olmaq gələcəkdə böyük investisiyalar etməyinizə zəmin hazırlayacaq. Təbiətlə təmasda olmaq torpağın enerjisini bədəninizə çəkmək üçün mükəmməl bir yoldur. Şəxsi inkişafınız üçün oxuduğunuz kitablar dünya görüşünüzü genişləndirəcək və sizi fərqli insan edəcək. Sevgidə sadiqlik və güvən sizin üçün hər şeydən önəmlidir və bugün bunu tərəfdaşınızdan hiss edəcəksiniz. Hər hansı bir qərar verməzdən əvvəl bütün detalları incələmək sizin fitri xüsusiyyətinizdir. Başqalarının rəyinə hörmətlə yanaşın, lakin son sözü həmişə özünüz deyin. Həyatın sizə təqdim etdiyi kiçik hədiyyələrə görə şükür etməyi unutmayın. Çətinliklər qarşısında göstərdiyiniz sarsılmaz iradə hər kəsi heyran qoyacaq. Gözəllikləri görmək qabiliyyətiniz ruhunuzun nə qədər zəngin olduğundan xəbər verir. Əkizlər. Zehninizin sürətinə çatmağın çətin olduğu bir gün yaşayacaqsınız. Ünsiyyət bacarığınız sayəsində ən mürəkkəb danışıqlardan belə qalib çıxmağı bacaracaqsınız. Yeni məlumatlar öyrənmək ehtirası sizi maraqlı araşdırmalara və fərqli mövzulara yönəldəcək. Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı səmərəli işlərə çevirmək üçün kreativ ideyalarınız var, səyahət planları qurmaq və ya qısa bir gəzintiyə çıxmaq fikirlərinizi durultmağa kömək edəcək. İkili münasibətlərdə həm dinləməyi, həm də danışmağı tarazlaşdırmaq çox vacibdir. Çevikliyiniz dəyişən şəraitə sürətlə uyğunlaşmağınızı təmin edəcək və sizi rəqiblərinizdən bir addım öndə tutacaq. Maraqlı tanışlıqlar gələcək əməkdaşlıqlar üçün möhkəm bünövrə qoya bilər. Diqqət dağınıqlığından qaçmaq üçün vacib işlərinizi siyahı şəklində qeyd etməlisiniz. İntellektual müzakirələr ruhunuzu qidalandıracaq və sizə yeni ilham mənbələri bəxş edəcək. Yazı yazmaq və ya fikirlərinizi bölüşmək üçün bugünkü aura olduqca müsbətdir.
Texnoloji yenilikləri işinizə tətbiq etməklə məhsuldarlığınızı əhəmiyyətli dərəcədə artıra bilərsiniz. Emosional dalğalanmalar zamanı məntiqinizə güvənmək ən doğru çıxış yoludur. Gözlənilməz xəbərlər günün axarını tamamilə dəyişə bilər, buna hazır olun. Özünüzü bir neçə işi eyni anda görərkən tapsanız da keyfiyyəti qurban verməməyə çalışın. Yumor hissiniz gərgin vəziyyətləri yumşaltmaq üçün ən böyük silahınız olacaqdır. Qardaş, bacı və ya yaxın qohumlarla bağlı məsələlər gündəmi zəbt edə bilər. Hər kəsin hekayəsini dinləmək sizə fərqli həyat dərsləri öyrədəcək. Şübhələrinizi uzaqlaşdırıb qətiyyətlə hərəkət etdiyiniz an möcüzələr baş verəcək. Bugün öyrəndiyiniz hər bir kiçik detal sabahın böyük uğurunun bir hissəsidir. Xərçəng. Bugün emosional dərinliyiniz ətrafınızdakı hər şeyi daha həssaslıqla qavramağınıza səbəb olacaq. Evinizdə yaradacağınız isti ab-hava daxili hüzurunuzu bərpa etmək üçün ən yaxşı vasitədir. Keçmişə olan bağlılığınız bəzən irəli getməyinizə mane olsa da, bugün ondan dərs çıxarmağı bacaracaqsınız. Ailə üzvlərinizlə keçirəcəyiniz səmimi dəqiqələr mənəvi gücünüzü artıracaq. İntuisiyanızın səsi hər zamankından daha uca gəlir, ona güvənməkdən çəkinməyin. Maddi təhlükəsizliyinizi təmin etmək üçün atacağınız addımlar uzun müddətli fayda verəcək. Başqalarına qayğı göstərmək sizin təbiətinizdə var, lakin öz ehtiyaclarınızı da unutmamağınız vacibdir. Yaradıcı fəaliyyətlərlə məşğul olmaq emosiyalarınızı ifadə etməyin ən sağlam yoludur. Gizli qalan sirlərin üzə çıxması bəzi həqiqətlərlə üzləşməyinizə səbəb ola bilər. Su ilə bağlı prosedurlar və ya sadəcə dəniz kənarında olmaq ruhunuzu təmizləyəcək. Karyeranızda rəhimli və anlayışlı yanaşmanız sizə sadiq müttəfiqlər qazandıracaq. Qəlbinizin qapılarını yalnız həqiqətən layiq olan insanlara açmağa qərar verəcəksiniz. Xeyriyyəçiliklə məşğul olmaq və ya kiməsə təmənnasız kömək etmək gününüzü mənalandıracaq. Uşaqlarla vaxt keçirmək sizə itirdiyiniz sadəliyi və səmimiyyəti yenidən bəxş edəcək. Həyatın sərt üzünə qarşı özünüzə yaratdığınız qoruyucu qalxan bugün kifayət qədər möhkəmdir. Sevdiyiniz yeməkləri hazırlamaq və ya dadmaq hisslərinizi canlandıracaq. Yuxularınızda görəcəyiniz rəmzlər qarşıdakı günlər üçün işarə ola bilər. Özünüzü ifadə edərkən sözlərdən daha çox baxışların və jestlərin gücündən istifadə edəcəksiniz. Hər bir göz yaşı əslində ruhun təmizlənməsi və yenidən doğulmasıdır. Sadəlikdə gizlənən gözəlliyi kəşf etmək sizə böyük zövq verəcək. Kainatın ana şəfqəti ilə sizi bürüdüyünü hiss etməyə çalışın. Həyatınızın idarəsini tamamilə öz əllərinizə almaq üçün bugün mükəmməl gündür. Şiir. Bugün ulduzlar sizin parlaqlığınızı daha da artırmaq üçün sanki bir yerə toplanıblar. Özünə inam hissiniz ətrafdakı hər kəsi maqnit kimi sizə doğru çəkəcək. Səhnədə olmaq və diqqət mərkəzində qalmaq üçün yaradıcılığınızı işə salmağın vaxtıdır. İdarəçilik qabiliyyətiniz sayəsində kollektiv işlərdə böyük uğurlar əldə edə bilərsiniz. Sevgidə ehtiraslı və səxavətli olmağınız partnyorunuzun qəlbində taxt qurmağınıza kömək edəcək. Şəxsi stilinizdə edəcəyiniz cəsarətli dəyişikliklər hər kəsin heyranlığını qazanacaq. Həyat eşqiniz və pozitiv enerjiniz ən ümidsiz anlarda belə ətrafınıza işıq saçacaq. Qarşınıza qoyduğunuz böyük hədəflərə çatmaq üçün lazımi resurslara malik olduğunuzu anlayacaqsınız. Lüksə və keyfiyyətə olan meyliniz sizi bəzən artıq xərclərə sövq edə bilər, diqqətli olun. Başqalarının tərifləri sizi ruhlandırsa da əsas dəyərin daxilinizdən gəldiyini unutmayın. İdmanla məşğul olmaq və ya rəqs etmək bədəninizdəki yığılmış enerjini çıxarmaq üçün əladır. Bir lider kimi ədalətli olmaq hər kəsin sizə olan inamını daha da möhkəmləndirəcək. Gələcəklə bağlı ambisiyalarınızı reallaşdırmaq üçün bugün mühüm bir müqavilə imzalaya bilərsiniz. Hər bir çətinliyi bir oyun kimi görüb, ondan zövq alaraq qalib gəlməyə çalışın. Günəşin enerjisini qəlbinizdə hiss edin və onu bütün dünyaya yayın. Sevdiyiniz insanlara sürprizlər etmək həm onları, həm də sizi xoşbəxt edəcək. Həyatınızın müəllifi sizsiniz və bugün ən möhtəşəm fəsillərdən birini yazırsınız. Egonuzun daxili səmimiyyətinizin önünə keçməsinə icazə verməməlisiniz. Kiçik detallara takılmaq yerinə böyük mənzərəyə baxmağı bacarın. Cəsarətiniz sizə bağlanmış qapıları açmaq üçün ən güclü açardır. Hər bir hərəkətinizlə əsl bir kral və ya kraliçaya yaraşan asillik nümayiş etdirin. Bugün kainat sizin arzularınızı reallaşdırmaq üçün əmrinizdədir. Qız.
Detallara olan diqqətiniz bugün ən mürəkkəb problemlərin belə həllini tapmağınıza kömək edəcək. İş rejiminizdə yaradacağınız nizam-intizam məhsuldarlığınızı görünməmiş səviyyəyə qaldıracaq. Sağlam həyat tərzi və təmizlik mövzuları gündəminizdə ön sıralarda yer alacaqdır. Tənqidi yanaşmanızı biraz yumşaldaraq ətrafınızdakıların müsbət tərəflərini görməyə çalışın. Analitik zəkanız sayəsində maliyyə planlamasında böyük uğurlar qazanacaqsınız. Başqalarına xidmət etmək və faydalı olmaq hissi sizə mənəvi rahatlıq bəxş edəcək. Bitkilərlə məşğul olmaq və ya bağ işləri ilə vaxt keçirmək zehninizi sakitləşdirəcək. Mükəmməllik axtarışınız sizi bəzən yorsa da əldə etdiyiniz nəticə hər şeyə dəyər olacaq. Dostlarınızın sizdən məsləhət alması sizin nə qədər etibarlı bir insan olduğunuzun göstəricisidir. Köhnə sənədləri qaydaya salmaq və ya rəqəmsal təmizlik etmək üçün əlverişli andır. Hər bir işi sistemli şəkildə görmək xəta ehtimalını minimuma endirəcəkdir. Təvazökarlığınız sizin ən böyük gözəlliyinizdir, lakin uğurlarınızla qürur duymağı da öyrənin. Yaradıcı yazılar yazmaq və ya yeni bir dil öyrənməyə başlamaq üçün zehni enerjiniz yüksəkdir. Emosional məsələlərdə məntiq və hisslər arasında qızıl ortanı tapmağa çalışın. Səbriniz ən böyük imtahanlardan keçməyinizə kömək edən gizli gücünüzdür. Gündəlik rutinlərinizi daha maraqlı hala gətirmək üçün kiçik yeniliklər edin. Hər bir canlının qayğıya ehtiyacı olduğunu unutmayın və təbiətə sevgi ilə yanaşın. Planlaşdırdığınız görüşlərin vaxtında baş tutması intizamlı olmağınızdan asılıdır. Həyatın təkcə işdən ibarət olmadığını özünüzə xatırladaraq istirahətə vaxt ayırın. Zəriflik və sadəlik sizin vizit kartınızdır və bugün hər yerdə hiss olunacaq. Öyrəndiyiniz hər bir yeni məlumat sizi peşəkarlıq pilləsində yuxarı qaldırır. Dünyanı daha yaxşı bir yerə çevirmək üçün etdiyiniz kiçik işlər əslində böyük fərqlər yaradır. Tərəzi. Bugün həyatınızın hər bir sahəsində harmoniya və tarazlıq axtarışı ön planda olacaq. Diplomatik bacarıqlarınız sayəsində gərginlikləri aradan qaldırmaqda usta olduğunuzu sübut edəcəksiniz. Gözəllik və incəsənətə olan sevginiz sizi yeni yaradıcılıq layihələrinə ilhamlandıracaqdır. Tərəfdaşlıq münasibətlərində qarşılıqlı hörmət və anlayışın vacibliyini bir daha dərk edəcəksiniz. Sosial həyatınızın canlanması yeni və maraqlı insanlarla tanış olmağınıza şərait yaradacaq. Ədalət hissiniz sizi haqsızlıq qarşısında səssiz qalmamağa və haqqı müdafiə etməyə sövq edəcək. Qərar verməkdə çətinlik çəkdiyiniz zaman daxili tərəzinizin dilini anlamağa çalışın. Sevdiyiniz insanla keçirəcəyiniz romantik bir axşam münasibətinizə yeni rənglər qatacaq. Maddi məsələlərdə israfçılıqdan qaçmalı, gəlir və çıxarlarınızı balanslaşdırmalısınız. Ətrafınızdakı insanların rəyi vacib olsa da öz xoşbəxtliyinizi başqalarının düşüncələrinə qurban verməyin. Estetik zövqünüz evinizin və ya iş yerinizin dizaynında özünü parlaq şəkildə göstərəcək. Mehribanlığınız və gülərüzlülüyünüz qapalı qapıları açmaq üçün ən təsirli vasitədir. Mənəvi inkişafınız üçün meditasiya və ya yoga ilə məşğul olmaq sizə çox yaxşı təsir edəcək. Həyatın ziddiyyətləri arasında gözəlliyi tapmaq bacarığınız sizi fərqli edən cəhətdir. Paylaşmağın verdiyi hüzuru hiss etmək üçün yaxınlarınıza kiçik hədiyyələr verə bilərsiniz. Münaqişələrdən uzaq durmaq üçün göstərdiyiniz çaba hər kəs tərəfindən təqdir olunacaq. Hər bir seçimin bir məsuliyyət olduğunu bilərək addım atmağınız vacibdir. Öz daxili dünyanızla barışıq içində olmaq xarici dünyada da uğur qazanmanızı təmin edəcək. Ulduzlar bugün sizin zərifliyinizi və cazibənizi daha da önə çıxarır. Həyat bir rəqsdir və siz bugün musiqinin ritminə tam uyğunlaşırsınız. Səmimiyyətiniz ən böyük sərvətinizdir, onu qoruyub saxlayın. Bugün gülümsəməyiniz üçün kainat sizə minlərlə səbəb verəcək. Əqrəb. Daxili gücünüzün və iradənizin ən yüksək nöqtəsində olduğu bir günə başlayırsınız. Gizli qalan həqiqətləri üzə çıxarmaq və dərindən araşdırma aparmaq üçün müstəsna qabiliyyətiniz var. Transformasiya enerjisi həyatınızda köhnəlmiş nə varsa ondan qurtulmağınız üçün sizə təkan verəcək. Emosional bağlarınızda dərinlik və sadiqlik axtarışınız sizi daha ciddi münasibətlərə yönəldəcək. Maddi məsələlərdə, xüsusən də ortaq investisiyalarda ehtiyatlı və strateji davranmalısınız. İntuisiyanızın sizə pıçıldadığı xəbərdarlıqlara diqqət yetirmək sizi böyük səhvlərdən qoruyacaq. Özünüzü yenidən kəşf etmək üçün tək qalmaq və düşüncələrinizlə baş-başa qalmaq istəyə bilərsiniz. Hər hansı bir çətinlik qarşısında göstərdiyiniz sarsılmaz duruş ətrafdakılarda heyranlıq doğuracaq.
Psixologiya və mistik mövzulara olan marağınız bugün daha da arta bilər. Sevgidəki tutkunuz münasibətlərinizə inanılmaz bir enerji və dinamika gətirəcəkdir. Özünüzü ifadə edərkən sözlərin arxasındakı mənaları da ötürməyi bacarırsınız. Sir saxlamaq qabiliyyətiniz sizi ən etibarlı dost və sirdaş edir. Kin saxlamaq əvəzinə bağışlamağın azadlığını yaşamağa çalışın. Yaradıcılığınızın ən qaranlıq künclərindən belə möhtəşəm ideyalar çıxara bilərsiniz. Karyeranızda böyük bir sıçrayış etmək üçün lazım olan cəsarəti daxilinizdə tapacaqsınız. Sağlamlığınızda regenerasiya proseslərini sürətləndirmək üçün detoks proqramlarına başlaya bilərsiniz. Həyatın sirlərini həll etmək həvəsi sizi daim hərəkətdə saxlayan əsas qüvvədir. Başqalarının görə bilmədiyi detalları görmək sizə strateji üstünlük qazandırır. Özünüzə olan inamınız ən keçilməz yolları belə hamar edəcəkdir. Hər bir son əslində yeni və daha möhtəşəm bir başlanğıcın çarçısıdır. Kainatın gizli enerjiləri ilə bir harmoniyada olduğunuzu hiss edin. Bugün öz gücünüzü dərk etmək üçün ən uyğun zamandır. Ox atan. Azadlıq eşqiniz və macəra həvəsiniz bugün sizi uzaq üfüqlərə səsləyəcək. Optimizminiz ən qaranlıq buludların arxasındakı günəşi görməyinizə kömək edən ən böyük gücünüzdür. Yeni biliklər əldə etmək və fəlsəfi suallara cavab axtarmaq üçün enerjiniz bol olacaq. Xarici ölkələr, fərqli mədəniyyətlər və səyahətlərlə bağlı planlar gündəminizdədir. İnsanlara inamınız və səmimiyyətiniz ətrafınızda böyük bir dost çevrəsinin yaranmasını təmin edir. Dürüstlük sizin üçün hər şeydən ucadır və bugün bu prinsipinizdən əsla güzəştə getməyəcəksiniz. İdmanla məşğul olmaq və açıq havada vaxt keçirmək bədəninizə və ruhunuza gümrahlıq bəxş edəcək. İş həyatında böyük risklər götürməkdən qorxmursunuz, lakin ehtiyatı əldən verməməyiniz məsləhətdir. Yumor hissiniz və şən əhvalınızla hər hansı bir mühitin canı olacaqsınız. Həyata geniş baxış bucağından baxmaq xırda problemlərin sizi üzməsinə imkan verməyəcək. Ruhani inkişafınız üçün fərqli təlimlərə qatılmaq və ya meditasiya etmək faydalıdır. Sevgidə müstəqilliyinizə hörmət edən və sizinlə bərabər qaçan bir partnyora ehtiyacınız var, gələcəyə olan ümidləriniz sizi hər gün daha böyük uğurlara doğru ruhlandırır. Yardıma ehtiyacı olanlara əl tutmaq sizin nəcib qəlbinizin bir göstəricisidir. Hər bir yeni tanışlıq sizə fərqli bir dünya görüşü və yeni imkanlar təqdim edə bilər. Səhvlərinizdən dərs çıxararaq yolunuza daha inamlı addımlarla davam etməyi bacarırsınız. Həyat bir macəradır və siz bu macəranın ən cəsarətli qəhrəmanısınız. Biliklərinizi başqaları ilə bölüşmək sizə böyük zövq və mənəvi doyumluluq verir. Ulduzlar bugün sizin şansınızı və bəxtinizi hər addımda yaver edəcək. Özünüzə olan sarsılmaz inamınızla bütün qapıları aça biləcəksiniz. Dünyanın rəngarəngliyini görmək və ondan zövq almaq sizin fitri qabiliyyətinizdir. Bugün hər bir addımınızın arxasında böyük bir məna və hədəf duracaq. Oğlaq. Məqsədyönlü və intizamlı xarakteriniz bugün sizi zirvəyə doğru aparan yolda ən böyük köməkçinizdir. Karyeranızda əldə etdiyiniz uğurlar uzun müddətli əməyinizin və səbrinizin bəhrəsidir. Maddi məsələlərdə hər zaman olduğu kimi ehtiyatlı və uzaq görən davranmağa davam edəcəksiniz. Məsuliyyət hissiniz sizi iş mühitində əvəz olunmaz bir şəxsiyyətə çevirir. Şəxsi münasibətlərinizdə soyuqqanlı görünsəniz də daxilinizdə dərin və sadiq hisslər bəsləyirsiniz. Köhnə ənənələrə və dəyərlərə olan bağlılığınız gələcəyinizi daha möhkəm təməllər üzərində qurmağa kömək edir. Özünüzə qarşı tələbkar olduğunuz qədər başqalarına qarşı da ədalətli olmağa çalışın. Zamanı düzgün idarə etmək bacarığınız bugün bir çox işi qısa müddətdə çatdırmağınıza imkan verəcək. Həyatın çətinlikləri sizi qorxutmur, əksinə iradənizi daha da poladlaşdırır. Ailə böyükləri ilə ünsiyyət və onlardan alacağınız məsləhətlər sizin üçün dəyərli olacaq. İnvestisiya planlarınızı reallaşdırmaq üçün bugünkü göy üzü sizə yaşıl işıq yandırır. Duyğularınızı ifadə etməkdə biraz daha cəsarətli olsanız, ətrafınızdakılar sizi daha yaxşı anlayar. Şöhrətpərəstlikdən uzaq duraraq sadəcə işinizin keyfiyyətinə fokuslanmaq ən böyük strateji gedişinizdir. Tək başına işləmək sizə daha çox məhsuldarlıq gətirə bilər, lakin komanda ruhunu da unutmayın. Sağlamlığınızda sümük və diş sisteminə xüsusi diqqət yetirməyiniz tövsiyə olunur. Hər bir maneəni bir pillə kimi görüb daha yüksəyə qalxmaq əzmindəsiniz. Səbirli olmaq sizin ən güclü silahınızdır və bugün o silah sizə qalibiyyət gətirəcək. Həyatda hər şeyin bir nizamı olduğunu bilir və o nizama uyğun hərəkət edirsiniz.
Maddi və mənəvi tarazlığı qorumaq üçün daxili dünyanıza səyahət etməyi unutmayın. Uğurlarınızın təsadüfi olmadığını hər kəsə bir daha sübut edəcəyiniz bir gündür. Dolça. Orijinal ideyalarınız və fərqli baxış bucağınızla bugün ətrafınızdakiları heyrətləndirməyə hazır olun. Humanitar dəyərlərə olan marağınız sizi cəmiyyət üçün faydalı işlər görməyə sövq edəcəkdir. Müstəqilliyinizə olan bağlılığınız hər hansı bir məhdudiyyəti qəbul etməməyinizə səbəb olur. Texnologiya və innovasiya sahəsində atacağınız addımlar gələcək uğurlarınızın rəhnidir. Dostluq münasibətləri sizin üçün hər şeydən önəmlidir və bugün köhnə dostlarla xoş vaxt keçirəcəksiniz. Yaradıcılığınızın sərhədlərini aşmaq üçün yeni və qeyri-adi metodlara müraciət edə bilərsiniz. İntellektual azadlığınız sizi stereotiplərdən uzaqlaşdırır və həqiqəti tapmağa kömək edir. Gözlənilməz sürprizlər və hadisələr gününüzü rəngarəng və maraqlı edəcək. Gələcəyə baxışınız həmişə ümidli və uzaq görəndir, bu da sizə liderlik statusu qazandırır. Duyğusal məsafə saxlamaq bəzən obyektiv qərarlar verməyinizə kömək edən bir qalxandır. İctimai layihələrdə iştirak etmək mənəvi dünyanızı zənginləşdirəcək və yeni qapılar açacaq. Özünüzə məxsus tərzinizlə moda və incəsənət sahəsində yeni cərəyanlar yarada bilərsiniz. Hər kəsin eyni düşündüyü yerdə sizin fərqli səsiniz həqiqətin sədası olacaq. Zehni yorğunluqdan qaçmaq üçün bəzən rəqəmsal dünyadan uzaqlaşıb təbiətə üz tutun. Azad ruhunuzu qidalandıran hər bir fəaliyyət enerjinizi daha da yüksəldəcəkdir. Sevgidə dostluq və intellektual uyğunluq sizin üçün fiziki cazibədən daha vacibdir. Kainatın sirlərinə olan marağınız sizi elmi araşdırmalara və ya astrologiyaya yönəldə bilər. Hər bir fərdin özünə məxsus olduğunu qəbul edərək insanlara qarşı tolerant davranırsınız. Öz daxili inqilabınızı həyata keçirmək üçün bugün ideal bir zamandır. Şuurunuzun sərhədlərini genişləndirərək dünyaya tamamilə başqa bir pəncərədən baxacaqsınız. Balıqlar. Xəyallarınızın və ilham pərlərinizin sizi hara aparacağını bugün maraqla izləyəcəksiniz. Empatiya qabiliyyətiniz sayəsində insanların daxili ağrılarını və sevinclərini sözsüz belə anlayacaqsınız. Ruhani aləminizdə baş verən dərinləşmə sizə sarsılmaz bir daxili hüzur və güc bəxş edəcək. Yaradıcı fəaliyyətlər, musiqi və rəsm ruhunuzu ifadə etmək üçün ən yaxşı vasitələrdir. Həyatın sərt həqiqətlərindən qaçmaq üçün bəzən öz xəyal dünyanıza çəkilməyiniz tamamilə normaldır. İntuisiyanız bugün bir mayak kimi sizə doğru yolu göstərəcək, ona etibar edin. Sevgidə fədakar və romantik olmağınız münasibətlərinizə mistik bir ab-hava qatacaqdır. Su kənarında keçirəcəyiniz vaxt enerjinizi təmizləyəcək və zehninizi buludlardan təmizləyəcək. Başqalarına kömək etmək istəyiniz sizi xeyriyyəçilik fəaliyyətlərinə daha da yaxınlaşdıra bilər. Maliyyə məsələlərində dumanlı vəziyyətlərdən qaçmalı, real faktlara əsaslanaraq hərəkət etməlisiniz. Yuxularınızın dili ilə gələn mesajlar gələcək haqqında sizə mühüm ipuçları verə bilər. Maddi dünyadan çox mənəvi dəyərlərə üstünlük verməyiniz sizi əsl xoşbəxtliyə aparacaqdır. Həssaslığınız bəzən sizi incitsə də, o həm də sizin ən böyük güc və istedad mənbəyinizdir. Özünüzə olan inamınızı möhkəmləndirmək üçün keçmiş uğurlarınızı mütəmadi olaraq xatırlayın. Dostlarınızın daxili dünyasındakı dəyişiklikləri hiss edərək onlara lazım olan dəstəyi verəcəksiniz. Sənət sahəsində gizli qalmış istedadlarınızı üzə çıxarmaq üçün bugün əla fürsətdir. Kainatın bir parçası olduğunuzu hiss etmək sizə qeyri-adi bir güvən və rahatlıq verəcək. Hər bir canlıya qarşı hiss etdiyiniz şəfqət qəlbinizin nə qədər geniş olduğunu göstərir. Emosional dalğalanmaları yaradıcılığa çevirərək möhtəşəm əsərlər ortaya qoya bilərsiniz.